Feng Shui ilə bağlı çox deyilər var. Tarix çox uzundur, 5000 il ömrü var. Amma yenə də Feng Shui'nin əsası harda yaranır? Bugün tədbirimizdə bunu danışacağıq. Bu həm memarlıqdır, həm landşaft dizayndır, bu həm astrologiyamızdır, həm psixologiyamızdır. Yəni enerjinin dərin çıxışı və aktivləşməsidir. Feng Shui möhtəşəmlikdir. Feng Shui tur, Feng Shui akademiya, Feng Shui memarlıq, Feng Shui dizayn, landşaft, Feng Shui bilimlər. Bunların hamısı doğma Bakımızda ayda bir dəfə mütləq keçirilir və hər kəsə gözəl enerji ilə bağlı məlumat verilir. Mütləq siz də bizə qoşulun və məlumatı əldə edin. İnkişaf etmiş, çox böyük uğurlar qazanmış bir dövlətdə yaşadığımız üçün enerjinin insanlar üçün nə qədər önəmli olduğunu, nə qədər böyük əhəmiyyət daşıdığını bilirik. Belə tədbirləri təşkil etməkdə məqsədimiz insanlar özlərinin daha üst versiyasını yaratmaqları üçündür. Hər kəsə belə tədbirlərə qatılmağı tövsiyə edirəm.